Bu günləri, yəni əslində il döngəsə gün deyirik bu yuxu aləmi və qısa bir şort elədim, çəkdim. Yəni yuxuda necə görürük ki, ayılırıq, deyirik ki, biz ayılmışıq yəni. Yəni həqiqətdə bugün, indi həqiqət dediyimiz hansı ki, ağaca toxunuran maddə aləmidir, hamısı sıxılmış frekansda, sıxılmış tərkibdə də, buna bir 10 ildə də araşdırılır. Əvvəldən onu Nikola Teslanı bildim ki, bu uzun illər aldığımız zərbələr, bioloji, fizioloji zərbələr, müəyyən basınc süzerlərin yer dəyişməsi və yaxud da zədə alması, ən əsası zehnimizdəki oyun, susmayan, gecə-gündüz danışan. Düzdür, bəziləri axmaq sürür, artıq özünki hər şeyini ilgidəsini. Yəni bir neçə şey insan psixoloji və yaxud da ki, mənəvi nələrsə səhv edir, o başqa. Bir də var ki, bütün həyatın hər şeyini satıblar. Bu 20-dən bəri ümumiyyətlə 6 il körpələr üçün böyük sayılır, böyüyüblər. Biz üçün isə çox çətin olan aləmdə. O da hər şeyi satan insanlar üçün yəni fikir vermirlər. Heç yatanda da rahat yatırlar, çünki yuxu da görə bilmirlər. Mənəviyyat cəhətdən, frekans cəhətdən çox boşluqdadırlar. Amma düşünən başlarsa küfr eləyir, başında hər şey eləyir. İllərlə ki, o hətta məktəb yaşından bəri kənarda olub. İndi dinləyənlər baxıb deyə bilər ki, elə əvvəldən filosof idi, elə indi. Doğrudur, elə körpəlikdən. Bu hətta doğulan günündə hətta olmamışdan bilinir, valideynlər onu bilir. Çünki mən öz haqqımda çox şey bilirəm. Yəni, mən özümü elə tanıyıram ki, hər kəsin elə tanıyanlar bilir. Mən heç ara vızıltısı kimi də deyil. Toxunurdu, çünki düşüncə, qəzəb duyğum biliyimi, ağlımı üstəliyirdi. Neçə gündür nə yuxu, nə aylar, günlərdir daha doğrusu. Yəni, hava dəyişməsə çox təsir edir. Bu süni havanı ki, oynadılar. Misal üçün, isti lazımdır, indi isti eləyirlər. Süni yağışdan tökdülər, kömək əsasına vəziyyətə qoydular. Geniş mövzuda arada bir deyirəm, günlərlə bizim hər gün saatlarla olan müzakirələri filanları danışsam, çəkilişə və yaxud da səs yazılarını ki, hansı ki, radioda filan da çıxış eləyən bilinənlər. Düz danışanlar hamımız görürük də haradadır. Daha doğrusu düz danışan, yox, düz danışır, üzdə danışanlar. Biz də elə üzdə də filan deyirik, ona görə də müəyyən işlərdə çətindədir. Bilən bilir, özümüz bilirik, bəziləri deyir ki, nə olub, nə məsələdir. Bilmirlər axı nə baş verir, 24 saat yanında nələr edirsən, nələr hesabdır, nəysə. Çox məsələ var, saatlar deyirəm, yəni trilyonlar gigabayt bir insan ömrünə. Boş yaşayan üçün yox, yatır durur, yemək, içmək, yatmaq, bunlar üçün aid deyil. Nəysə, onlar üçün ayrı, yəni yuxu aləmində onu deyirəm, onlar fikirləşmə, biz fikirləşik, yuxu aləmi ayrıdır, bu aləm yuxu kimi ola bilər, kulağım çox gərgindir və çox gərginlik var, bir balaca qəlbim rahatlandı. Saxtakar filan kəs insanlardan uzaq olsun, onlar birini alsalar da əhəmiyyət deyil. Həqiqətdə olanlarda bu günləri kimin ad günüdür, Kamil Şüqün ad günüdür, qohumlarımızın ad günü var, bütün ruh əkslərini hamısını təbrik edirəm. Özümlə bərabər iyunun 5-i hansı ildə olmaz olaraq dünyaya gələn hər bir kəsə təbrik edirəm səmimi qəlbdən. Yaxşı ki varıq, yaxşı ki varsınız. Xeyirxahlıq yolunda olaq hər vaxt.